Hər yerdə zülm olacaq. Ailələrdə zülm olacaq. Analar evladlarına zülm eləyəcək. Atalar oğullarına zülm eləyəcək. Evladlar valideynlərinə zülm eləyəcək. Böyüklər kiçiklərinə zülm eləyəcək. Kiçiklər böyüklərinə zülm eləyəcək. Hər yerdə zülm, ədalətin əksi. Haqlar verilməyəcək. Uşağın haqqı var, uşağın haqqı verilməyəcək. Ağsaqqalın haqqı var, haqqı verilməyəcək. Müəllimin haqqı var, haqqı verilməyəcək. Fəhlənin haqqı var, haqqı verilməyəcək. Hər kəsənin bir haqqı var, haqlar verilməyəcək. Deyərsən ki, onda filan ölkə, demokratik ölkədir, orada yox. Haqlar bilirsən nədir? Bəzən haqları alıb, haqqı oxşayanı verirlər. Dilə haqq verdik sənə. Adam haqqı alarlar adamdan. Əsl haqqı. Bir şey verərlər, deyərlər ki, bu haqq budur. Bəzi Avropa ölkələrində haqq verilib insanlara. Nə haqqı verilib? Ürəyin nə istəyir elə? Çilpaq gez. Kişi kişi ilə evlənsin. Qadın qadınla evlənsin. Pedofillik. Güya haqq verilir. Bu haqqdır. Bu zülmün özüdür. Hak ölçülü bir şeydir. Ölçüden azı da haksızlıqdır, çoxu da haksızlıqdır. Ölçülü olan bir şeydir. Bəzən əsl haqq alarlar. Bir şeyler verərlər deyərlər haqq budur. Bu haqq verildi mənə, azadlıq verildi.